Ateizm həmişə çoxlu suallar doğuran bir mövzu, elə deyilmi? Biz də bugün bu suallara cavab axtaracağıq. Amma özümüzdən yox, Türkiyədə bu sahədə yazılmış bəlkə də ən önəmli kitablardan birinə, Aydın Türkün Ateizmi anlamaq əsərinə baş vuracağıq. Gəlin birlikdə baxaq, görək kitab bu çətin mövzunu necə açır. Deməli, bu kitabın özünün də bir hekayəsi var. Hər şey 1999-cu ildə başlayır. Müəllif Aydın Türk, internetin o ilk vaxtlarında Türkiyədəki ateist forumlarını kəşf edir. Bu onlayn müzakirələr, mübahisələr, araşdırmalar hamısı toplanıb 13 il sonra, yəni 2012-ci ildə bizim bugün danışdığımız Ateizmi anlama kitabına çevrilir. Yəni bu sadəcə bir kitab deyil, bir fikrin necə formalaşdığının, təkamül etdiyinin hekayəsidir. Yaxşı, mövzunun dərinliyinə getməzdən əvvəl gəlin bir şeyi aydınlaşdıraq, bəzi təməl anlayışları yerinə oturtmalıyıq. Çünki kitabın da dediyi kimi, biri Tanrı deyəndə heç də hamı eyni şeyi başa düşmür. Elə isə gəlin görək, müəllifə görə ateizm nə deməkdir? Baxın, kitabda verilən tərifə görə ateizm xüsusilə də İbrahimi dinlərin təqdim etdiyi Tanrı inancını rədd etməkdir. Yəni müəllifə görə ateist Tanrı yoxdur deməzdən əvvəl Tanrı var iddiasını qəbul etmədiyini deyir. Bu bir növ bir iddiaya verilən cavabdır, özü yeni bir iddia deyil. Və burada çox vacib, həqiqətən də çox vacib bir fərq qoyulur ortaya. Kitab deyir ki, ateizmin iki növü var. Birincisi, negativ və ya zəif ateizm. Bu, sadəcə məni inandıracaq kifayət qədər dəlil yoxdur, ona görə də Tanrının var olduğu iddiasını qəbul etmirəm deməkdir. İkincisi isə pozitiv, yəni güclü ateizmdir. Bu isə artıq bir əks iddiadır. Mən iddia edirəm ki, Tanrı yoxdur. Gördüyünüz kimi, bu ikisi arasında dağlar qədər fərq var. Bəzən bütün bu terminlər bir-birinə qarışır, elə deyilmi? Ateizm, agnostisizm, deizm, kitabda da məhz bu qarışıqlığı aradan qaldırmaq üçün bu anlayışlar dəqiq şəkildə ayrılır. Məsələn, agnostik deyir ki, bilmirəm, bilmək də mümkün deyil. Deist deyir ki, bir yaradan var, amma işimizə qarışmır. Panteist isə kainatın özü Tanrıdır deyir. Ateizm isə gördüyümüz kimi bunlardan tamamilə fərqli bir mövqedir. Oldu. Təməl anlayışları aydınlaşdırdıq. İndi isə gəldik ən maraqlı hissəyə. Gəlin o böyük, klassik suallara baxaq. Hansı ateizmə qarşı həmişə səslənən o arqumentlər var, ha? Kitab onlara necə cavab verir? Başlayaq. Və ilk sual, bəlkə də ən çox eşidilən sual budur. Yaxşı, Tanrıya inanmasaq, əxlaq haradan gələcək? İnsanlar necə yaxşı olacaq? Çünki geniş yayılmış bir fikir var ki, əxlaqın təməli ilahi bir mənbəyə dayanmalıdır. Görək kitab bu məşhur arqumentə necə yanaşır? Kitab burada birbaşa bir istatistikaya müraciət edir. ABŞ-dan bir nümunə gətirir. Deyir ki, baxın, ateistlər cəmiyyətin təxminən 10-15%-ni təşkil edir. Amma həbsxanalardakı məhkumların yalnız və yalnız 0,21% ateistdir. Yəni, cəmiyyətdəki paylarından qat-qat az. Bu rəqəm əlbəttə insanı bir anlıq dayandırıb düşündürür. Yaxşı, keçək başqa bir klassik suala. İlk səbəb arqumenti. Yəni, hər şeyin bir yaradanı olmalıdır, elə deyilmi? Bu stulun bir ustası var, bu binanın bir memarı, bəs kainat kimi nəhəng bir quruluşu Tanrı yaratmayıbsa, onda kim ya da nə yaradıb? Kitabın cavabı isə olduqca fərqlidir. Müəllif deyir ki, bir dəqiqə dayanın, problem sualın özündədir. Kainatı kim yaratdı deyərək, biz əslində artıq bir şeyi qəbul etmiş oluruq. Kainatın mütləq yaradıldığını. Yəni, sualın içində cavaba dair bir fərziyyə gizlənib. Müəllif soruşur, bəlkə kainat heç yaradılmayıb. Bəlkə o sadəcə var? Yaxşı, bəs bu arqumentə nə deyək? Milyardlarla insan dinlərə inanır. Bu qədər insan səhv edə bilərmi? Bu, çoxluq arqumentidir və kitab bu məsələyə də toxunur. Müəllifin fikrincə, dinlərin bu qədər geniş yayılmasının səbəbləri daha çox dünyəvidir. Məsələn, böyük imperiyalar öz inanclarını siyasi güclə yayıblar. Digər tərəfdən, dinlər insanın o əbədi məna axtarışına, həyatın məqsədini anlama ehtiyacına cavab verir. Və əlbəttə, cəmiyyətləri bir yerdə saxlamaq üçün güclü bir sosial nəzarət vasitəsi olublar. İndi isə gəldik çatdıq bəlkə də kitabın ən fundamental və gərgin müzakirəsinə, elm və inanc. Bu ikisi bir-biri ilə yola gedə bilərmi? Yoxsa onlar fərqli dillərdən danışan, bir-birini heç vaxt başa düşməyəcək iki ayrı dünyadır? Kitabın bu mövzudakı mövqeyi çox kəskindir. Deyir ki, problem onların metodologiyasındadır. Gəlin baxaq, elm necə işləyir? Əvvəlcə sınaq keçirir, dəlilləri toplayır, sonra bir nəticəyə gəlir. Hətta o nəticə də yeni dəlillərlə dəyişə bilər. Bəs din? Dində həqiqətlər, yəni qərarlar əvvəlcədən verilib. Dəlil isə bu əvvəlcədən verilmiş həqiqətlərə uyğunlaşdırılır. Yəni biri cavab axtarır, digəri isə əlindəki cavabı qoruyur. Aydın Türkün öz sözləri ilə desək,
Elm məlumat istehsal etmək üçün getdiyiniz yer deyil, onu sınamaq və təsdiqləmək üçün getdiyiniz yerdir. Bir şeyi sübut edə bilmirsinizsə, onun elmi dəyəri yoxdur. Dinlərin eskik olduğu nöqtə budur. Yəni müəllifə görə bu fərq sadəcə bir detal deyil, aradakı keçilməz bir uçurumdur. Və müəllif bu fikrini sadəcə sözdə qoymur, o bunu rəqəmlərlə də göstərməyə çalışır. Bunun üçün çox nüfuzlu bir elm jurnalı olan Nature-da dərc edilmiş bir araşdırmaya istinad edir. Bu araşdırmada dünyanın ən elit, ən qabaqcıl alimlərin inancları sorğulanıb. Gəlin bu cədvələ birlikdə baxaq. Rəqəmlər həqiqətən də çox maraqlıdır. 1914-cü ildə, yəni təxminən 100 il əvvəl elit alimlərin 27,7% inanan olub. İndi baxaq 1998-ci ilə. Bu rəqəm nə qədər olub? Cəmi 7%. Yəni təxminən 28%-dən 7%-ə enib. İnanmayanların sayı isə 52%-dən 72%-ə qalxıb. Kitab bu tendensiyanı elm və inanc arasındakı artan gərginliyin bir sübutu kimi təqdim edir. Yaxşı, bütün bu fəlsəfi, elmi müzakirələr bizə hara gətirib çıxarır? Aydın Türkə görə bu söhbət sadəcə kitab səhifələrində qalmamalıdır. Bunun cəmiyyət həyatı, dövlət quruluşu, yəni sekulyarlıq üçün çox real, çox ciddi nəticələri var. Kitab burada çox düşündürücü bir paradoks ortaya atır. Təsəvvür edin, bir insan öz dininin qanunlarının mütləq həqiqət, ən ali və mükəmməl qaydalar olduğuna inanır. Belə bir insan necə eyni zamanda deyə bilər ki, hə, bu qaydalar mükəmməldir, amma biz cəmiyyəti bu qaydalarla yox, sekülər prinsiplərlə idarə etməliyik. Bu bir ziddiyyət deyilmi? Müəllif iddia edir ki, dini düşüncə tərzi bəzən tərəqqiyə mane ola bilər. Necə? Birincisi, müqəddəs kitablara zidd olan hər hansı bir elmi kəşfə qarşı müqavimət göstərə bilər. İkincisi, əgər bütün cavabların onsuz da nazil olduğuna inanırsansa, yeni bir şey araşdırmaq üçün motivasiyan azala bilər. Və üçüncüsü, diqqəti bu dünyanın problemlərini həll etməkdən çox axirətə yönəldə bilər. Bu da inkişafı ləngidən amillər kimi göstərilir. Və müəllif bu sekulyar elmi əsaslanan cəmiyyət arqumentini zirvəyə daşımaq üçün kitabın ön sözündə çox güclü bir sitatdan istifadə edir. Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkdən bir sitat. Mənim xalqım demokratiya prinsiplərini, həqiqətin əmrlərini və elmin təlimlərini öyrənəcəkdir. Batil inanclardan imtina edilməlidir. Bu, əslində, kitabın bütün fəlsəfəsinin bir xülasəsi kimidir. Beləliklə gəlib çatırıq kitabın əsas yekun mesajına. O da budur. Dini inanc sübuta, dəlilə əsaslanmadığı üçün o, hər kəsin şəxsi, vicdani məsələsi olmalıdır. Amma cəmiyyətin ortaq həyatı, yəni dövlət idarəçiliyi, qanunlar, təhsil sistemi, bütün bunlar sübuta əsaslanan ağıl və elm üzərində qurulmalıdır. Nəticədə Aydın Türkün kitabı sadəcə ateizmin nə olduğunu izah etməklə qalmır. O, bizi, oxucuları, dinləyiciləri fundamental bir seçimlə üz-üzə qoyur. Cəmiyyət olaraq yolumuzu hansı işıqla aydınlatmalıyıq? Sarsılmaz inancın işığı ilə, yoxsa dəlilə əsaslanan ağlın işığı ilə? Bu, cavabı hər birimizin düşünməli olduğu bir sualdır.